Hello parents, salamlayıram bütün qrupda olan valideynləri. Ay valideynlər, bilirsiniz də dərslərimizin saatı azdır. İndi siz nə etməlisiniz? İndi mən əlavə olaraq uşaqlara hazırlıq keçirəm. Bir uşağın hazırlığı həftədə 3 dəfə 50 manatdır. Zəhmət çəkin, əgər kim istəyirsə uşağı ingilis dilində qəşəng danışsın, göndərsin mənim yanıma hazırlığa. Yerlər məhdudda, indidən qərar verin. Ay müəllimə, mənim nəvəmə bu dəqiqə ingilis dili lazım deyil. Uşaq Amerikaya getmir. Yaxşımı? 50 manatı da elə deyirsən. Elə bil ki 5 manatdır. Heç özüm pensiyanı bilmirəm, yağa verəm, qəndə verəm, yoxsa sənin hazırlığına verəm. 50 manat nə da? Dərsin vaxtını niyə azaldırsınız ki? Heç and içərəm, bəlkə də sən özün ingilis dilində isbatda danışa bilmirsən. Gəl ki nəvəm ingilis dilindən 50 manata bax ey özdə. Hörmətli valideyn, heç sənin uşağın Azərbaycan dilində bir normal danışa bilmir. Gəl ki ingilis dilində danışa. Mən heç kimi heç nəyə məcbur eləmirəm ha. Sonra deməyin müəllimə niyə mənim uşağıma belə pis davranır. Bəzi valideynlər var, uşağı mənim yanıma hazırlığa aparıb qoymur, başqasının yanına aparır hazırlığa qoyur. 5 manat ucuzdur deyə. Amma onu bilin ki, mənim verdiyim təhsili heç kim verə bilməz. Düzdür, sənin uşağına nə ingilis dili keçəcəm? Güya sənin uşağın bu dəqiqə Amerikaya getmir ha. Bütün valideynlərin atdığı səsə qulaq asdım. Ay müəllimə, düz deyirlər də. Elə-belə ingilis dilindən hazırlıq keçdiyinə, niyə bu uşaqların ingilis dili kitabına baxmırsan? Bu il paylanan kitabları görmürsən? Kitabı açıram, içində 1000 dənə mahnı söz yazılıb. Nə bilim, siz hepiniz Əşrəf Tək, qara gecələri üzərimə titrəyən, nə çox sözüm var, beni bəkləyən. Az bu nə sözlərdir? Hamısı Semih Cenk'in mahnılarıdır. Bir bu paylanan kitaba diqqət eləyin. Görün sizin bir uşağınız hansı kitabdan təsir alır. Ondan sonra bir 50 manat alarsan, hələ mənim uşağıma hazırlıq keçər. Lotuşka. Ay müəllimə, xətrinizə dəyməsin. Vallah siz elə pul yığmağa yaxşısınız ancaq. Keçən ildən bəs mənə söz vermişdiniz ki, uşaq 1-ci sinifdə oxuyandan sənin uşağına qonşunun qızı ilə biri otusturacam. Nə oldu? Mənim uşağımın boyu balacadır, gözü zəifdir. Aparıb ən arxada otusturmusan. Amma pul lazım olan kimi ay valideynlər, pul atın pərdə alırıq. Ay valideynlər, hazırlıq keçirəm. Ancaq belə şeyə yaxşısınız. Keçən ildə sahib bir dənə hündüşka soydum, verdim ki, hələ alam mənim uşağımı qonşunun qızı ilə bir yerdə otustur ki, qoy dərsə gəlib yaxşı getsinlər. Hanı? Eləmədinizsə, ancaq elə alıb yeməyə yaxşısınız. Alıb yeməyə. Valideynlər başqa vaxtı düz yerlərə deyirlər Kama, sizin imkanınız yaxşıdır, amma sən özünü çox loxladırsan. Baxıram ki, saflığımdan istifadə edirsiniz. Ay müəllimə, keçən il siz bizdən bəs nə oldu? Vinetka üçün pul yığdınız. Dediniz uşaqları gəlib çəkəcəklər kamera ilə. Mənim uşağımı elə çəkmisiniz ki, elə bil mənim uşağım masum.